Aziz takipçiler, hal-hazırda Sabirkəndə dönen yerde Azad 4 yol ayrımı deyilen yerdeyim. Körpünün üstünde çayla görürsünüz. Gelmişim Sabirkəndə. Bir nefer kardeşimle, burada Ramin adında kardeşimizle görüşeceğim. Güçlü bir yeteneği olan. Gelmişim mesela oradan buraya kimi gelmişim Ramin kardeşimizin yeteneğini çəkib işıqlandırmaqdan yana. İndi çəkib hər şeyi göstərəcəm. Ramin qardaşımızdır. Gəlmişəm Sabirkənd Azad 4 yol ayrımında qarşıladı məni. Ramin, hamı sənin əl işindən maraqlanır. İnşallah gedək. Gedək o işlədiyin bir yerdə göstər ki, cəmaət dəqiqliyi ilə bilsin ki, həqiqətən də sən evi sıfırdan yığıb. Deməli, Ramin qardaşımız sıfırdan evi götürür. Buna briqad azmadı, briqad işləyirsə. Bunlar briqad anlaşılır. Bunlar çok ciddi iş görürlər ha. Bunlar sıfırdan işi götürürlər, sıfırdan. Kulüp Təmir işlərində, açar təhsil təhvil verir sizdə. Bütün işləri qapı salmaqdır, pəncərə salmaqdır, divar, alçı vurmaq, pol, patolog, qabışmadır, hamısı da yəni. Kraskası, laminatı, steşkası, aboyla elektrik, elektrik işçilərdir. Bunlar sıfırdan işi götürür, ucuz və keyfiyyətli. Yəni çox uzaqda işçi axtarmaq lazımdır. Əgər evinizin ucuz və keyfiyyətli, həqiqətən də işini görmək istəyirsinizsə, gördürmək istəyirsinizsə, Ramin qardaşımın mən əlaqə saxlamaq üçün nömrə saxlayacağım. Zəng vurarsınız, yəni ki, göz qabağında buranı təzə götürürsünüz. İndi sənin işlərini çəkəcəyim, göstərəcəm. Demək, Ramin, siz evin bütün işlərini də, işıq işidir də, hər şeydə pol, patolog, kraskası zadı, əlaqə saxlamaq üçün bir şey deyinə, cəmaat yani zəng vursun sənə, burada yazmasınlar da, zəng vursunlar, sənin əlaqə saxlasınlar ki, sənin işindən maraqlananlar, yani iş sifariş edəsində deyil. 51, 51, ha? 51, sonra 990, 990, qəşəng, 91, 91, 97. 97. Bu nömrənin əlaqə saxlayan, bu açar təslim eləyir, hər bir işi görüb, sizin işinizi ucuz və keyfiyyətli təhvil verir. Gəl. Bu həyətdə polqon kəsiləcək, buradan yığılacaq pilləkən çıxış. Evin o yan ləğv olacaq, buradan olacaq, düzdür? Buradan olacaqdır evin yolu. Burada da alçıpan işləmişsiniz, patolog, divar, hə? Pəncərələr. Bəllilikdə də bu. Qəşək, belə bir iş görülür. Bütün gedək aşağıdakı yeri də çəkək. Götürək işlədiyi həyətdir. Bu həyətin girişidir. Oradan qapıdan girir, düzdür. Demək, belə divarda dekorativ işlər görülür. Sıvaq işi də bu oyan gündür. Beləmsinə də çəkək, hə? Normal sıvaq vurulur. Hə, normal sıvaq vurulur. Dekorativ işlənir. Bunlar spesialını belə vurursunuz da, siz belə rəddi düşür, hə? Belə dekorativ həyətin girişində dekorativ iş olacaq, üstündən kraska vurulacaq, ləzzətdir. Sonra açar təslim eləyəsiniz də, hə? İstəyən olsa açar təslim, istəyəsə bir otağı olsun fərq edər. İstəyən olsa, hə, istəsiniz belə açar təslim deyirəm, əziz takipçilər. Ya bu istəsiniz gəl bir otağınızda remont eləyərlər, divarınızda sıvıyarlar, fərqi yoxdur ki, bu bütün evi verəsiniz buna. Hər işi görülür. Ramin, sən uğurlar arzulayıram, çox gözəl. Sən həqiqətən də dəqiq iş görürsən də, yəni ki, sən işə cavabdeh adamsan, işin üstündə duran adamsan. Çox gözəl, mən xoşuma gəldi. O pilləkən yerin dəyişməğiniz belə lap belə zövqə uyğundur. Çox. Qəşəng, ləzzətli. Əziz insanlar, zəng eləyin Ramin qardaşımıza, deməyin, yaz nömrəyə. Ben orada deyirəm, əlaqə saxlamaq üçün.